Atəşgahdır da elə Bekiramiz. Bura bizim atəşgahdır. Görürsən, ora gəlmişik. Bura deyirlər atəşgah. Allah mənzərəsi var. Elə bir Ramiz indi bileti aldıq. Bilet deməli bir böyük bir uşaq oldu nə qədər? 2 dənə. 2 manat oldu da yəni. 2 nəfərlik oldu 2 manat da. İndi bugün biz getmişdik hara sənin birinci? Getdik yem almağa. Da yem almağa getmişkən da o da Suraxandadır deyə yem aldığımız yerdə dedik ki elə gəl sən burada olmamısan da buranda gəzəsən. Nə deyirsən? Bunlar da görsən dükanlardır da turistlər gəlir burada görsən maqnitlər falanlar nəsə belə suvenirlər alırlar da. Xoşuma gəlir. Son bayrağımız da həmişəki kimi dalğalanır. Gəl, indi gedək girək içəri. Bilet səndədir. Görsən atəşgah Temple State Historical Architectural Reserve yəni bu dövlət tarix memarlıq qoruğu yəni təbii gəl indi gir içəri orada verərsən gəl aleyküm deyəndə buradadır gəldi ver ona keçək ora qoy ora hamısı bir oturdur. Geç sen geç. Sağ olun. Götür. Gel. Bu duvarın məbədidir. Görsən, həmişə burada bu elə bir ki, bak burada bunlar hamısı kainlərin yeri olur. Necə? Harika girdiysən. Burada da yanır. Burada nəsə sönüb indi. Burada da yanır. Amma nəsə burada yaxın nəsə biraz sönüb oldu. Burada həmişə yanır. Sönüb. Amma burada var. Burada var görsən. Gəl indi gedək bunların otaqları bir baxaq. Maraqlıdır sənə bu kainlər orada necə eləyiblər. İndi maraqlıma gətirdiyə nədirsə? Ged biraz onun yanına istəyirsən. Daşın üstüne. Geç. Heç nəyə yoxdur da. Görsən bunlar burada istifadə elədiyi qablar bunlar olub da. Normalde görsən, qadınla şöyle daşdı. Otaq gəzək, yazıb da burada nədir? Orta əsrlərdə. Burada görsən məbədin inşası. Yəni nə vaxt inşa olunub da burada tarixi göstərilmiş görsən. Qanağa vaxta qədər də, yəni lap qədimdən olub da. Gəl. Gedək bir otaqlara keç də baxaq. Burada qabaqda maraqlıları da var.
nədir? Bu nə otaqdır? Bunlar elə bil ki, biraz bizim müasir əsrə aiddir də, bu heç. Yəni, ümumi Suraxanıda da, bura yerin adı Suraxanıdır. Yəni, bu Suraxanıda neftlərdə, dünən danışırdıq, bax, görsən, neft buruqları ilə tanınır da, həm də bunun ətrafında da görsən, neft buruqları olub. Görsən, orada şəkildə, yəni neft çıxardılmışlar da. Çünki bizdə Bakıda görsən, nə qədər neft buruqları var, hər tərəfimiz neftdir də, maşallah. Dostlar, həmişə bura gəlin, yaxşı. Bütün hamımız bura gəlin. Burada hər şey var. Tarixi yerlərimizdir. Tarixi yerlərimizdir. Gəl olsun. İndi bax, o bura lap maraqlı yer olacaq. Buranı bloklayıblar. Bu nədir ki? Oradan da keçib, oradan keçə bilirsən əslində. Prosta bağlayıblar da. Burada da deyənə eləyə bilərik. Bunların onda şeyi var imiş də, kodlanır. Bu da nə yerləridir? Bilmirəm, nədirsə ola bilər ki, burada... Məncə şam zat qoyurdular, burada yemək pişirirdilər, burada Bəlkə də burada da tonqol qalıymışlar da. Yəni ki, ondan istifadə edilmişlər. Görsən, burada şəkilləri də var da. Bax, görsən, bunlar elə əsrin əvvəlində 19-cu əsrdə çəkilmiş şəkillərdir. Bax, görsən, bunu burada tikilmişlər də. Elə bir çoxdan tikilib, qədimdən tikilib, amma elə bir ki, bərpa edilmişlər də. Yavaş-yavaş belə. Burada gəlib dostlarım da sənin baxa bilər. Bax, görsən, burada bunun maketi qoyublar da, hamısı. Yəni ki, belə maket bilsən də yanında şəkili, elə bir şəkil kimisi. Əslisi yox da. Bunlar bu iki adam məncə bura gedirdilər də, ya bura. Orada onların elə bir ki, ibadət yeri olub da. Onlar da ateşə inanırmışlar da. Bu nə otaqdır? Yavaş. Oho. Bu kim? Canlı yaxşı. Bu bunun qorucusu olub da elə bir burada. Burada nədir? Daşlar da görsən o vaxtdan qalıb. Bu da görsən elə ki, Hindistanlarda falanlar da olur, filə idi. Nədir o? Görsən bu onların. Bunlara güvənirmi? Bunlar zat gətirib qoymuşlar da qabaqlarına. Yeyib. Yeyib, görsən. Bura çoxlu Hindistandan gəlirlər də. Hindistandan bura çox gəlirlər. Burada bunların elə bir ki, şey olub, hamısı. Görsən. Öləndə belə eləymişdir. Yox, burada mı yazılmıyor? Bu sahə Ataşkərin ən qədim hissəsi hadə yazılır. Görsən, yazıqlar zamanı burada 4 tarla malik hücrəlik sonra sürmüşdür. Burada məncə heç kimsə belə gedib bilemiyor. Şöyle bura. Görür.
Çoxlu otaqlar olub, ancaq bu şeylərin, kahinlərin. Bura nəsə boş otaqdır, təmiz. burası boşdur. Bəlkə də bura qonaq otağı olub. Bence Bilmirik də. Yoxsa bunlar bütün günü belə ibadət edirmişlər. Ya bu başka. Amma hamısında elə bir ki, bu şeylər görsən maraqlıdır ki, Ramiz. Belə ateş yer olub, içəridə istilətmək üçün yəqin ki, çox güman ki, burada yemək pişirmirmişlər. Ancaq istilənmək üçün elə bir oda sitayiş ediblər də bunlar. Hamısında olar demək olar ki. Bir də belə şkaf kimi. Nə deyirsən, Ramiz? Şöyle yemek yerinlenmiş değil, burada yok. Aa, yəqin ki. Keç. Burada şey var. Görürsen. Ha, hə. Bu bence şeydi, bu itti ya şiirdi bu. Bu itti ya şiir. Bir de ise güneş. Güneş. Ha değil ya bakalım böyle güzel de var. Tamam mısın? Orada fil var. Bu bence bu. Olmuştur bu. Bu da böyle yürü de yavaş yavaş. Ha, burada da var. Ha. İndi bu yəqin ki, Kral. Burada. ise içi. Gərək bələdçi tutasan da, özünə bələdçi qırarmız. Biz, yəni, o bələdçi, o deməkdir ki, yəni, burada işçilərindən gərək deyəsən, onlar sana başa salarlar. Bu teleskopdur, nədir bu? Şeydə işıq. Ha, o işıq veriyor ancaq. Hə də, yoxdur bu. Nə deyim mən? Çünki burada yazın. Gizlədilmiş şey var, belə şəkillər var. Deyirəm. Görsənməyən. Ona görə bunları istifadə edirlər. Bax, Şivanın rəmzləri, ha, bunlar rəmzlərdir. Görsən, burada qeyd olunub hamısı. Mahabbaratdan bir səhnə. Ha, sağ ol. Ha, yəni bunlar gündəlik şeyin səhnələşdirilmişdirlər də, elə bir ki, teatro kimi eləyirmişlər ki, divarda şəkillərini çəkirmişlər ki, gələcəkdə o insanlar elə bir başa bir-birinə mesaj ötürülmüşlər də. Ha, orada da elə şəkil var bir dənə. Kimsə dua edir. Ha, o da bunlar. Deyil, o kral. Həminki kral. Şəkli. Bu meymundur məncə. Deyil. Ha. Buyruğu. Onlar ağırdır. Gərək ictimai bura gəlsin, öyrənməyə. Görsən, bunların deməli, yəni nə işlə məşğul olmuşlar da o vaxtlarda görsən. Yəni, indi bax, bu ulağa, ata, burada saxlayan, burada saxlayırmışlar, həm də burada yemək verirmişlər də, çox güman ki. Bu da, Burada məncə şey, bunlar nə edir burada? Burada Bu məncə məncə yeri bəs- kiçikdir. Bunlar məncə oturacaq yerində. Onda qədim əsillər divan zat yox idi də, burada oturub edirdilər. İran necədir həmişə? Olsun, papağı elə bir xaricdən gəlib, bura hə, tacirdir, görsən ona pul verir. Görsən, bana kisə qoyur əlinə. O nəsə kisədə ona pul verir, nəsə ticarət eləyirlər. Anlayır. Bu nasıl bu? Qadan vaxtı Məncə bunların. qırıq tökülmüş vazalardan biridir. Yox, məncə o şey deyirdi, bunun əlində var, nə deyirlər ona, sigaret kimi şey, təmbəki.
Yok, bağlıdırsa yox. Yox, yox, ora aid. Yox. Ola həm Niyə bu orada. buranın? Hə. Burası zindandır. Yox, bura məncə yemək pişirən yerlər olub. Ha, yox. Amma ha, düz deyirsən. Onu tutublar burada. Cəza evidir elə bir. Cəza evi. Burada bəlkə cəza evidir bunların. Burada, bu da yəqin ki, nəsə şey düzəldilmişlər, cəza verilmiş. Nəsə? Gəl. Bence koç. Böyle toz var burada. Bunun şey söktü. Koçtu bence. Yeşil koçlardan biridir bence. Onda tarihte bedençi şey varmış değil mi bence? Yeşil koç. Görsem belindekini. Boynuzun deyirsən sən. Boynunuzu da bir de burası. Bence bu danadı ya da nedir? Ya da onu elə çəkiblər də. Məncə daşdan vurub çəkiblər də beləncə. O da qədim əsrlər beləncə idi də. Mən də coğrafiya biraz ağrım. Çox. Gəl. Görsən biraz turistlər gəlir. Hadi şəkili var. Beləncə idilər ki, bilinsinlər. Şəmal, yaxşı düzəldirlər. Xas beləncə şey yaxşı deyə. Belə nə deyirlər buna? Pəncərədə rəng edirsən, Onu düzəldirsən. elə edirlər ki, görsən bir neçə dənə şüşəni qoyublar, şüşədədir də rəsmlər. Bir-birinin ardınca görsənir. Hər şüşədə bir şəkildir elə bir. Onların tanrı şeydir. Allahlarıdır məncə. Hindistanlıların görsən şəkildə düşüb ora. Onların elə bir ki, tanrılarından biridir də. Orada da var, burada da var. İndi hər Hadi göstərirlər, beləncə yandırır. Həmdə. Onda beləncə otağı, beləncə. Hər şey var imiş. Onda bizim insanlar, onda Hindistanlar da arıq idilər, qədimlər. Onlar bura gəliblər. Elə bir ki, Hindistandan bura gəlib getmək çox uzun, neçə aylar gedib gəlirmişlər də. Ki, onlar burada bunu görüblər, bu atəşə. Çünki onlar atəşə inanırmışlar axı o da. Sonra deyiblər ki, qayıtmırıq, Hindistana qayıtmayıblar. Burada bunu tikiblər və burada qalıblar. Sonra da hər il elə bir Hindistandan burada alamlar gəlirmiş. Ondan sonra bizim Peyğəmbərimiz gəldi. Sonra ərəblər gəlib, İslam. Ondan sonra artıq bizi uzay çevirmişik. Onlar hamısı süper qəhrəmanı idi. Ölən məncə. Adam öldü. Yatır ediyorsan. Yatmır, məncə ölüdür. Çünki Hələ bir göydə baxır. vallahi mən bilmirəm. Vallahi bilmək olmaz o şey. Yatır zat edir, bilinmir. Bunu qabaqlıqlar belə, bunların kainləri belə giyinirmiş. Geyimləri belə olur. Ne boyutta saqqalları var ya böyle. Uzundur. Hindistanlarda ancaq uzun olur. O da Hindistanda çox az turist gedir, çox. Burası belə bir quyu olub da. Her adam fikirləşir ki, bir şey. Bilirsən də. Aha. Başqa. O nə Alma deyil, yanar. Çok tarafı. Məncə ora qoyacaq.
Burada paltarlar var, nə oldu elə bir. Vazalar. Burada da o qədim vaxtın geyimləridir də elə bir. Tam qədim vaxtın yox, bunlar şu. Ya asıl burada şalvar zat da var. Orada başlarındakı taktıkları ya bu olur ya o. De uşaqların paltarlarıdır. Bu indi böyüklərin paltarlarıdır. De qədim əsrlər beləcək güvənlidir. Bunların yenə də tanrılarından olub yəqin. Orada o rəsmlər nəyisə bildirir də, nəsə bir mesajı var, onu gərək bilənlər, bələdçilər yaxşı bilir. Ne dini inanclar burada yazılıb da, zərdüştlükdür da bunun adı. Görsən, zərdüştlük. Burada var. Nəsə istəsə oxuya bilər. Məncə danadır ya bu. Bunu bilmir. Bu nədir? Nəsə o vaxtda biraz heyvanlar da başqa qəribə olub da. Bizim insanlar. Burada İstəsən Novruz bayramında qalqaladığı ot çərşənbəsində bu ateşpərəstliklə bağlayırlar da. Sən İslam. İslam. İslam yaxşı ölkədir. Nə yazıb? Yəni bizdə Azərbaycanda bütün dinlər azaddır da, rahatdır yəni. Kim hansı dini istəsə, yəni bizdə şey var. Bu Hindistanlıdır. Bu Christianity. Hristiyanlıqdır da bilmirsən. Vaxtı olmuşdur. Oradan çıx. Görək. İslam. Bunlar var. Bu Zoroastrian, budur da, yəni Zərdüştlük. Bu nə deməkdir? Yəni 1200 il bizim eradan əvvəl. Yaxşı şeydir. Belənci şey yaxşı deyəsən. İnsan başa düşür. İslama bax. Xoşum gəlir bu. Orada bizim Şah İsmayıl'da da, Şah İsmayıl birinci. Gedək. Baxaq da. Yox, o işləmə, bu traditional beliefs də bunlara aiddir. Bu, elə bir ki, Yudaizmdir. Görsən, bunlar Yahudilərindir yəni. Onda bu yoxdur da, hə? Yox, o yəni bunu deməkdir də. Yəni, traditional beliefs, yəni Musava, sacred places. Yaxşı, gedək. Burada da var. Biraz görsən necə qədimi yer. Burada ora bağlı bansız. Görsən ramız belə qədimi yerlər daha bunlar görür. Burada elə şeylər yoxdur, ancaq saxsı qablardır. Bir də başından ehtiyatlı olub. Bura gələndə ora bağlıdır ramız. Bura gələndə adam özünü seydə hiss edir, elə bir qədimdə. Buraya. Burada tapmışam burada. Dərin. Qoy olub da yəqin ki bunlar çox güman ki iki məqsədlə istifadə oluna bilər. Ya su quyusu olub, ya da ki cəzalı adamları atırmışlar ora. Yuxarıda yazılıb deyirik. Bu çox da alçaq bir yerdir. Aşağıdan yerdir. Məncə ənənki girirlər də evlərindən, zəvqlarından, bir yerlərindən. Onda əvvəllər burada qoruyucular var imiş də. Bax da, gördüm ki də bu məbədin qorucuları olub da. Bura girmişik yoxsa nə? Bilmədim ki. Hə, yox ora deyəsən.
Əvvəlsizlər şey olmuşdu. Görsən Qız qalası, orada Romanı qalası. Yəni bizim Azərbaycanda olan elə bir qalalardır da. Bu şey oxşur. Yoxdur Şambatdakı o qala var. Ona oxşuyur. Topa. Çoxaltıyır bura turistlər. Bence alettir. Hatta bence alettir ya. Bu attır. Bu attır. Daş üstündə şəkil çəkilmişlər. O vaxt kağız oldu da belə. Başa düşürəm kağız. Kağızın əvəzinə daş üstünə çəkilmişlər. Bir dəfə də gəlib bura gedək Romanı qalasına. Başa düşürsən də çəkməklərindən. Nələr çəkiblər, nələr yox. Onda belə ki, inkişaf edirlər də insanlar. Tikilişi. Gör. Harada gedir? Ya yukarı bağlı. Televizor. Wi-Fi yoktur. Hə, yoxdur, görsən yazıblar, sözlüsün. Bunlar da nəsə maraqlı şeylərdir. Daşlardır da bunlar hamısı. Yəni daşda, görsən burada da fil. 1500-cü il hinduizm. Bunlar bu fillərə inanmışlar da, nədirsə də. Fil. Nəyə inanırlar? Fil kimi insan da, yəni. Bunların inancı belə olub da, elə fikirləşirlər ki. Bence bizden de ona göre çok inanmıyorlar. Tardı iyi. Gedi. Hə, gedək. Qurtardı. Hə, onlara girdik hamısına. Bir tərəfdən çıx. Elə çıxa bildin. Görürüz o tarafa gidelim. Yox, orada da. Sen oradan var. Bunlar visilərdir. Ha, oradan çıxış var. İçəriden oradan çıxış var. Olmuşam da mən burada Ramızdır neçə dəfə. Və oradan içəriden çıxış var. Orada daşlardır. Ha, bu da buranın bu tərəfidir də. Oradan elə bir ki, çıxış yeri içərdən girəndə çıxış yeri buradan var. Ya bura, yo, ora visidir. Qədimin tarihi şey. Buna görsən necə qədimi yerdir. Ramiz. Qədimlərdə bax belə. Görsən, qədim kinolarda zətdə görmüsən də. Qədim yerlərin ən yaxşılarından biridir. Hələ bu oradan çıxış yeri var. Çıxış elə bir ki, orada biz də oradan çıxmadıq da. Biz də qabaqdan çıxdıq. Bura hara? Bu zaborun o tərəfi, hasarın o tərəfi belə adam evlərdir də, adi yaşayanlar. Bura yəqin ki, Ramazı şey diye visilərdir. Sonra gəlmişik gedək axıra qədər də. Baxalım. O maraqlıdır belə küçələrlə.
Yox, bunlar deyəsən transformator yeri də çıxış oradan olmalıdır ha. Hadi. Çıkış yeridir. Necə? Bura çıxdıq biz. Ha, fırlanıb gəlib axırdan elə bir buradan çıxırsan da onda. Maraqlı oldu. Bu bugünkü ateşgah səfərimiz burada bitir. Dostlarıma nə deyə bilərsən? Dostlarıma deyə bilərəm ki, dostlar, deyimsə, bura həmişə dəyin, görün ki, nələr var, nələr yox. Yaxşı, sağ olun.